Cruise.az-ın dəyərli dostları, müştəriləri, Costa Fortuna gəmisindəyik. Deməli, açıq bufetdə olan yeməkdən əlavə olaraq pulsuz bir şəkildə Rafael restoranında da alakart bir şəkildə yeməyinizi yeyə bilirsiniz. Əsasən axşam yeməkləri olaraq pulsuzdur. Bəzən sıxlığa görə həm Rafael, həm Michelangelo restoranı açıq olur. Əsasən axşam yeməkləri üçün daha çox dizayn olunub, amma sıxlığa görə bəzən naharı və səhər yeməyini də yemək imkanı var. Belə bir xoş bir atmosferdə bir restorandır. Alakart restoran olaraq bütün müştərilərinə pulsuz bir şəkildə xidmətdədir. Əlavə nə isə ödəmirsiniz. Gəmidə fərqli restoranlar var, əlavə ödənişlə ola biləcək. Amma bu restoranda əlavə ödəniş eləmədən axşam gözəl bir yemək yeyə bilərsiniz. Belə bir restoran. Rafaella.